ABŞ Konqresinin İnsan Haqları Komissiyasının həmsədri James McGovern İlham Əliyevə məktub göndərərək fəal Nərgiz Muxtarovaya qarşı cinayət işindən və jurnalist Fərid Mehralzadənin həbsi ilə bağlı narahatlığını bildirib. O ittihamların əsassız olduğunu vurğulayıb və hökuməti Mehralzadəni azad etməyə, Muxtarovaya qarşı təqibi dayandırmağa çağırıb. Bakıda 3-6 noyabr tarixlərində keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravinlər konfransı təhlükəsizlik səbəbindən ləğv edilib. İsrail National News-un məlumatına görə sosial şəbəkələrdə tədbirə qarşı mənfi reaksiyalar və təhlükə xəbərdarlıqları konfransın başqa tarixə və yerə keçirilməsinə səbəb olub. Təşkilat Azərbaycan hökumətinə Yəhudi icmalarına göstərdiyi dəstəyə görə təşəkkür edib. Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edib ki, Fransa prezidenti Emmanuel Macronun göstərişi ilə Ukraynaya göndərilmək üçün 2000-dən çox hərbçi hazırlanır. Bildirilir ki, Fransa Xarici Legionuna aid bu kontingent təlimatçı adı altında Ukrayna ordusuna qoşulacaq. Kreml xəbəri həyəcan verici adlandırıb və Ukraynada artıq xarici döyüşçülərin olduğunu bildirib.